Sadəcə olaraq o məlumatının xoşuna gəlirsə, o da həmin dəqiqənin verilişə zəng edir, qardaş, mənə xəttə dolaşdırım, həmin xanımdan mən danışmaq istəyirəm, həqiqəti xoşuma gəldi. Deməli belə. Xoş gedik xanımlar və qonaqsız bizim verilişimiz efirdədir. Təbii ki, bizim zənglərimiz olacaq və beləliklə birinci zəngimiz var, deyəsən xanımdır və biz alo deyirik. Alo? Alo? Bəli, bəli. Salam aleyküm, mənim vaxtınız xeyir olsun. Salam aleyküm, kimin danışılır? Mənim adım Zeynədir, özümdən oğlan axtarım, yəni ailə həyatı qurmaq üçün. Xanım, burada işin mal heyvanatlarını dəqiq edəcək ki, yəni ki, özünəsə davat verəsiniz. Mən həyəcanlı danışa bilməm. Ümumiyyətlə, oxuyursunuz, işləyirsiniz, ali təhsilisiniz, orta təhsilisiniz. Mən həm oxuyuram, həm də işləyirəm. Çox gözəl, yəni bunlar haqqında şəxsin hansı olması əməlli məlumat bilməli, yəni dəqiq məlumat. Harada işləyirsiniz? Onları mən işlə bilmirdim. Hə, aydın işlədiyiniz yerə qədər sekretsə demək ehtiyac və beləliklə bizim zəngimiz var, xanım. Ay Allah, bəxtim açıldı, nə gözəl, nə gözəl. Bir dəqiqə, xəttə qalın zəhmət olmasa. Alo. Uzaq zəngdir. Alo. Axşamı xeyir başına durum, axşamı xeyir, baban sağ qurban oğul. Salam aleyküm, kimlə danışılır? Səyədən Mahmud baban başına durum, nə qədər baxdı aşağı yuxarı, Firqazov güllə bu verilişimizdə düşənmirəm. İmkanın varsa uzadı, o xanım düz boş elə baban dərisi danışsın. Asaka, təbii ki, bu verilişə cavan qızlar da var olanlar zəng gedir. Dəxillərdir ki, başına durum, yaxşı kişi beşər və saxlayın bu buyur. İkincəki ver ona telefonu, konturmazdı bir quzun pulu getdi. Bir dəqiqə. Xanım, xəttəsiz? Ay Allah, çox qurtar, qurban oldu, necə verilişdir? Bir dəqiqə xəttə qalın, biz sizi. Asaka. Eştirəm başına durum, eştirəm, hə. Ümumiyyətlə, sizin yəni adınız falan yazı nədir? Mənim adım Mahmuddur başına durum, tez ol, sana dedim ki, ver o xanıma. Bir dəqiqə, xanım. Aha. Alo deyin. Alo. Yox, biraz normal deyin ki, dayının soşuna gəlsin də kişi xeyladır. Alo. Ay, səsinə qurban olsun baba. Adın nədir sənin, ay başına hərrəmin, bu başına fırlanım. Mən kimə danışam, ayda? Dedim, mənim adım Mahmuddur başına dön. Nə var o da Bakıda, bəzlərimiz o qazellərdiyinə çərk yoxşursunuz. Gəl bax bu, camış qatığından ye əmələcək, demirəm başına dönüm. Ayda, mən səni qalacağın olsun. Ay oğlan, mən arı dolaşım. Xanım, təbii ki, konturdan olan verilişdə, yəni danışın. Sən girmə, özün elə sən kazi olsa ki, elə veriliş açmışsan. Aynı zərlə bul danışıram. Asakal, təbii ki, danışıqda fikir verin, xalqımız qulaq atır. Xalqda nə qədər yaxşı olan varsa daşı sənin başına. Tez ol ver xanıma. Asakal. Eştirəm oğul. Ümumiyyətlə bizə maraqlıdır ki, bu Bakı şəhərində bu veriliş zanit gedir. Necə oldu siz oradan bura zəng gəldiniz? Mahmud babanın Krasnoyarskdan belə Nataşadan fırlanıb gəlib bu bir. İkincisi, pəyənin belindən qarğın üzrə radyo balı çıxmışam. Sözüm var. Yox, sözümüz yox. Yəni qarğın üzründən qarğı axtarırız da, deyəm. Burada tut, burada başına dönüm ona görə. Bir dəqiqə, xanım. Ay oğlan, danışma. Nəysə, Asakala ad qoy verirlər. Sadəcə olaraq mənim kontrolum getməyə bir nəfər tapası yoxsa şikayət olunacaq. Bir dəqiqə, biz mülki şəxsləri yanında dalaşdıra bilmirik, sənətçilər var orada, kim istəyirsiniz? Burada müğənnilər də var, muğam oxuyanlar da var, yəni gözəl sənətçilərimiz var, replər də var. Replər kim var orada? Bax, burada Xose də var, Dərman qrupu da var, Hüseyin Dərya da buradadır. Hüseyin Dərya çoxdan yoxa çıxıb görsənləri, onu savaşdıra bilərsiniz. Bir dəqiqə, bizdən gelir Hüseyin Bəllimə, xəttə qalan. Yenə qalaram. Hüseyin Bəllimə zək gedir. Alo. Alo. Ay qardaş, valla sabahtan qılarsıram, Asakal kişiylə cavan qılsansın. Sonra deyirsiniz, bu rəsilər süreçdən rəs yazır. Sen qurbanım, zakon xırdanama xanım xəttə gözdir. Beş dəqiqəli tanışı imkan varsa. Alo, ha cavan xanım, ha cavan can. Sənin ayaqlarının alsın dölüm. Anladım canım, hər zaman keyf elə, Mahmuda qulası keyf edirəm. Valla bu Azərbaycan reis səhnəsində mən nələr oxu olmadım. Ay qardaş, kimlərsə geyinib ayaqına krasovka, hamısı deyir ki, mən reis deyirəm. Sevməm, qurbanım, tartışqa dedim, krasofadan danışmayın, bizim növbəti 3-cü xəttimiz var. Ay qardaş, yəqin mənə sanatından, o səsini işidən kimi görsən zəng gəlir. Bir dəqiqə. Alo. Sən olmayan qızlardım, dör başına dur, maniyat boy verdim, o şamputska verib gitmeyi olsun ya. Asakal kim? O Hüseyin adı ver ona görün başına dur, sen o kızla danışmıram. Hüseyin mənim. İmkan ver bana sonra xanım. İmkan verməzləri. Alo. Sənin azar ol, adın nədən səni girdin ortaya, bomba olan sən qoymadın mən danışam. Asakal ağzını danışın deyil, cavan qızdan, cavan oğlan danışın. Adın nədir tez olun, bax gözləmirəm. Mənim adım Dərya. Sen bunu bu tərləbə sonrası həmin paraşokdan işlər Dərya, ged özün ad qoy sonra gələrsən. Sağ olun.